Sabiq Mədəniyyət naziri Əbülfəz Qarayevin Rusiyada fəaliyyət göstərən şirkəti ötən il 103 milyon 671 min rubl gəlir əldə edib. Yeniavaz.com xəbər verir ki, Əbülfəz Qarayev 2023-cü ilin may ayında Rusiyada Korporasiya Çi adlı şirkətin 50%lik payını satın alaraq iki təsisçidən biri olub. Korporasiya Çi şirkətinin digər təsisçisi Əbülfəz Qarayevin biznes ortağı Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolayeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 100 min rubl təşkil edir. Qeyd edək ki, Korporasiya Çi şirkəti 11 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Əbülfəz Qarayev şirkətin 50%lik payına sahib olduqdan sonra hüquqi ünvan Moskva şəhəri Dnepropetrovskaya ev 3 korpus 5 mənzil 3/1 ünvanına dəyişdirilib. Şirkətin fəaliyyət sahəsinə balıq, xərçəng kimilər və mollyusklar da daxil olmaqla digər ərzaq məhsullarının topdan satışı daxildir. Məlumat üçün bildirək ki, Korporasiya Çi şirkətinin 2024-cü ildəki ümumi gəlirləri 146 milyon 636 min rubl olub. Bir il əvvəl 2023-cü ildə şirkətin gəlirləri 106 milyon 521 min rubl, 2022-ci ildə isə cəmi 554 min rubl təşkil edib. Rəqəmlərdən də göründüyü kimi Əbülfəz Qarayev şirkətin 50%lik payına sahib olduqdan sonra gəlirlər 192 dəfə artıb. Onu da bildirək ki, 2024-cü illə müqayisədə şirkətin gəlirlərində azalma olub. Xatırladaq ki, 1994-cü ildən 2020-ci ilə qədər 26 il nazir vəzifəsində çalışan Əbülfəz Qarayevin qızı Suad Maliki də uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. Suad Malikinin yeganə təsisçisi olduğu Qaz şirkəti 5 iyul 2013-cü ildə Moskva şəhəri Tatar küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur. Mətbuatda yayılan məlumatda bildirilir ki, Qaz sabiq nazirin özünün və ailə üzvlərinin adlarının baş hərflərindən ibarətdir. Qaz şirkətinin ötən ilki gəlirləri 8,1 milyon rubl, xalis mənfəəti isə 7 milyon 474 min rubl olub.